Bu yol mənə aiddir, bir dənə qapı var, başqa çıxış yolum yoxdur. Bilirsənmi, siz mənə şər atdırsınız? Sən şərəf, sən mənim həyətimdəsən. qayda- Qardaş, sən mənim həyətimdə nə gəzirsən? Siz məsuliyyət daşıyırsınız. Abi, sən məsuliyyət daşın, sən mənim həyətimə girmişsən. Çıx bayra. Bu iki şəxsi üzgöz eləyən səbəb nə evdir, nə də torpaq məsələsi. Xəzər rayonu Binə qəsəbəsi, Mehriban Qonşular küçəsi kimi tanınan məhəllədə qonşu olan sakinlər uzun müddətli yol üstündə qanlı bıçaqlı olublar desək, yəqin ki yanılmarıq. Burada yaşayan Mübariz Hacıyev deyir ki, 20 ildir Yavər Məmmədova ilə qonşudur. Qonşuları ilə can deyib, can eşidib. Sakinlərlə heç bir problemi olmayıb deyir. Ancaq Mübariz dayı bildirir ki, son 2 ildir ki, həyətinə gedən yolu qarşı tərəf, yəni Yavər Məmmədova müdaxilə eləyib özününküləşdirmək istəyir. Müsahibimin sözlərinə görə, onun evinə getmək üçün bu yoldan savayı ayrı yolu yoxdur. 1 il yarımdır Yavər Məmmədova ona psixoloji təsir göstərməklə qalmayıb, onu təhdid də eləyir deyir. Belə ki, qarşı tərəf hasarı dağıdıb, Mübariz Hacıyevə də deyib ki, pul ver evinə gedən yol sənin olsun. Hər halda müsahibim belə iddia eləyir. Bu illər ərzində heç bir qonşu ilə mənim heç bir problemim olmayıb. Yəni, rahat evimi tikmişəm, gəlmişəm, mənim evin materialları hamısı bu yolla gedib. İl yarımdır qonşu mənim yolumu kəsib, mən qoymur çölə çıxmağa. Öz qapısının qabağın hasarıyıb, deyir, mən burada qapı qoyuram. Ya da ki, bu qapı mənə aiddir. Siz oradan bağlı, mənim də başqa çıxış yolum yoxdur. Utanc verici hərəkətlər edir, məni şantaj edir, mənə pul istəyir, 11 min pul ver mənə. Buradan keç, belə şeylər edir. Qonşusu ilə şəxsi ədavəti olmadığını, haqsızlığa uğradığını deyən Mübariz dayı məhkəməyə müraciət etdiyini də bildirdi. O, məsələnin sülh yolu ilə həll olunmasını istəyir. Məhkəməyə vermişəm il yarım. Mən məhkəməyə xahiş elədim ki, bir qərar qəbul elər, ona aiddirsə, mən çıxımda oradan. Bu məsələni sülh yolu ilə həll eləyək, məsələ aradan götürülsün də. Ərazidə çəkiliş apardığımız zaman qarşı tərəflə həmsöhbət olmaq istəyirdik ki, Yavər xanım qonşusunu görən kimi daş atıb başını tutdu. Bu həyətdə, bu yolda mənimdir. Sənədim də var dedi. Qarşı tərəfin ittihamlarına elə iddialarla cavab verdi. Bu mənim həyətimdir. 30 ildir yaşayıram. Araç da almışam, vermişəm məhkəməyə. Mən bir köpük borcu, vaxtında da torpağımın pulunu verirəm. Onu da tanımıram. 11 min, yalan danışır o. Əl çək məndən, qardaş. Mənə deyir, yazsızsan gəlib girmişəm sənin həyətimə. Bu onlar dedi, onun bacısı qızı mənə dedi. Elə şey olar. Sən mənim həyətimdə nə gəzirsən? Heç halallığını da vermirəm. Hə, mənə xanım demə, mənə başıma nə gətirirdin o səfər? Söz danışaq da, bir danışaq, mən sualım var. Mən səndən çox danışmışam, sən məni eşitməmsən. İndi mən səni eşitmirəm. Hə, yaxşı. Gördüklərimiz qarşısında belə başa düşürük ki, burada sülhdən söhbət belə gedə bilməz. Odur ki, məsələnin rəsmi tərəfini öyrənmək üçün yol aldıq Xəzər rayon Binə bələdiyyəsinə. Bizi iş başında qarşılayan Sədr Habil Həmidov dedi ki, sözü gedən məsələdən xəbərdardır. Qurum əməkdaşları ərazidə olub, araşdırma aparılıb və hər iki tərəflə görüş baş tutub. Ancaq onların yol probleminin aqibəti məhkəmənin qərarından sonra məlum olacaq. Orada əvvəlcədən, yəni hər ikisində o vaxtı mövcud olan Hövsan Sütülük Sağxoz tərəfindən verilmiş sərəncam var. Yəni onların hər ikisi biri iddia edir ki, yol əvvəldən olub, mən yoldan istifadə eləmişəm. Digəri də deyir ki, xeyr, yol mənim idi, mən qonşu olaraq ona icazə vermişdim, indi icazə vermirəm. Yəni bu məsələnin biz kifayət qədər istəmişik ki, öz tərəfimizdən bunlara kömək eləyək. Amma mümkün olmadığına görə biz onların hər ikisinə tövsiyə eləmişik ki, bu işin həlli ilə bağlı hüquq mühafizə orqanlarına, yəni məhkəməyə müraciət eləsinlər. Bu halda bircə ümid qalır ölkənin ən ali orqanı olan məhkəməyə. Məhz məhkəmə qərarından sonra məsələnin həlli məlum olacaq. Nigar Namik, İsa Məmmədov, Real TV.